Kitab oxuyan adamla kitab oxumayan adam adicə bir telefonda bir alo deyir, ondan da hiss edirsən. Gəlir əlini sıxanda bilirsən ki, bu kitab oxuyub yoxsa yox. Bax, bizim gələcəyimiz o uşaqların zehniyyətinin üzərində qurulacaq. Ona görə bir nömrəli səbəb kitabdır. Yəni düzəlmək, hər şey kitabdır. Kitabda da gedib Hüseyn Bala Mirələmovun kitabın yox. Kəramat, nəyə görə Yazıçılar Birliyindən biraz əvvəl danışdınız, elə onunla davam edək. Nəyə görə deyək ki, filan kəs Yazıçılar Birliyinin üzvüdür, amma siz üzvü deyilsiniz? Mənim Yazıçılar Birliyinin üzvüydü, məni oradan çıxartdılar. Yaxşı ki də çıxartdılar, çünki oradan çıxan adamın, çıxarılan adamın hörməti qalxır. Yəni, adamlar fikirləşir ki, yəqin bu ciddi nəsə yazır ki, buradan çıxardıblar da. Yazıçılar Birliyi elə bir qurumdur ki, orada, bilirsən, elə Sovet dövründən bəri də, orada əmr göstəriş veriblər ki, filan şairin qələmi qırılmalıdır. Başlayıblar, bütün o əsaslandırıblar ki, bu güllələnməlidir. Başqa nə işlə məşğulsan? Ədəbiyyatı neyinirsən? Yaltaq, məddah, dişsiz. İnsanları yığırsan bir yerə, nə bilim, onları kölə zehniyyətli bir şariatçı yetişdirirsən də özün ağılda.